Uşaq olarkən mən 66-cı ildə məktəbi bitirmişəm, 55-ci ildə birinci sinifə getmişəm. Nə yazmaq bilirdim, nə oxumaq bilirdim. Yavaş-yavaş mənə əlləri titrəyən qoca müəlliməm yazmaq öyrətdi. Sonra şeir söyləmək, sonra elmləri gələnməyi və nəticədə mən, necə deyərlər, ali təhsil aldım. Digər üç yerdə Respublikamızı təkcə daxili deyil, digər yerlərdə də bacardığım qədər layımızca təmsil etdim. Lakin bəzi şeylər var həyatda ki, onu biz bugün öyrətməyəndə, biz əgər onun əziyyətini bugün çəkməyəndə, təkcə bir yox, bir çox nəsillər onun əziyyətini çəkir və millətin özü, xalqın özü onun əziyyətini çəkir. Əgər biz düzgün tərbiyə etməyəndə bir satqın, bir xain tərbiyə olunarsa, bu bir Azərbaycan xalqının adına ləkə gətirir, millətin adına ləkə gətirir və bu milləti irəliləməsinə nisbətən də olsa mani olur. Və arzu edir ki, bizim tərbiyə etdiyimiz uşaqlar öz müəllimlərinə layiq olsun. Ən yüksək sənət sahibi olan bir daha təkrar edirəm, müəllim adına layiq olsunlar. Mən xahiş edərdim ki, bugünkü yekun, yəni final, mən həqiqətən deyirəm, ayrılma nə qədər çətin də olsa, nə qədər mübahisələr də olsa, nə qədər əsəbləşsək də, sizdən ayrılmaq mənim üçün şəxsən çox çətindir. Çünki çoxdan darıxmışdım şagird nəfəsi ilə, o nəfəsi mən duydum. Mən çoxdan şagirdlə mübahisə edə bilmirdim, mən bu nəfəsi etdim, bu mübahisəni etdim, mübahisə etdikcə fərəhləndim. Xüsusən mənim salamımın 250 nömrəli məktəbin şagirdi, Əmanullah müəllimin var. Mən jüri kimi mənə verilən mükafatı, mən xahiş edərdim Nizami rayonu, xahiş edirəm səhnəyə gəlin, mənim adımdan həmin məktəbin, həmin şagirdinə təqdim etsinlər. Əmanullah müəllim adını deyər. Amma bugünkü məclisi biz yekunlaşdırırıq Azərbaycan dövlət himnini oxuması ilə. Xahiş edirəm hamı bir nəfər kimi Azərbaycan dövlətinin himnini oxumağa başlasın. Komandalar sözsüz himn oxusun. Lazımdır. Azərbaycanın himni oxuyuruq, hündürdən oxuyuruq, utanmadan oxuyuruq. Lazım deyil musiqisi, canlı səslə. Yaddansa bir də belə şeylər təkrar. Dövlətin himni oxunanda, dövlətin himni oxunur. Dövlətin ən əsas atributudur. Bu himni bizdə oxunmaq üçün gör neçə illər biz mübarizə etmişik. Məzalda görürdük. Geçmək olmaz. Beləliklə, hamını təbrik edirik. Yarış iştirakçılarını, yaradıcı qrupu, Zabitlər Evinin rəhbərliyini, ümumiyyətlə hamına təşəkkür, gələn görüşlərə dək, Azərbaycan naminə, Azərbaycanın gələcəyi naminə, hamıya müvəffəqiyyətlər verir.
Sağ olun. Gələn görüşlərə qədər. İnşallah siz beni biraz Yenə də zor. Sami, get bir yaxşı yerdən o şeylər götür ala. Bir dənə uzun şumur. Bir dənə. Zəyim orada değildi. İndi orada keçir də. Orada yox yaxşı yer. Aman da sizi yaxşı gətirib qoy. Hə, götür. İşte vallahi. Aman Rəşad, çox gəlin bura. Bir dəqiqə baxdıq, prizavsız gəldik. Gözlük prizavsız gətirdi. Hə, prizi gətirdi. Amma bir şey yox. Prizi gətirdi. Başlayalım, 4 tane oran çəkərdim uşaqlar. Olar. Bir dənə. Hani terane Bütün kızlarımızı, Rize'de medrebelerimizi, Rize'de bütün anaları üreten tebrikçiliğe karşıdaki bayram münasebetiyle ve her bir de bunları can sağlığı, uzun ömür, Rize'de Bildiğiniz gibi 1998-99 tədrisini təhsilin humanistləşdirməsi və uşaq müxəbirdən ibarət 10-11-ci sinif uşaq müxəbirdən ibarət 12 nəfəri başlıkları arasında 60 onlardan birçokları 11. sınıf mezunları olacaklar. Böylece 10. sınıf şehir üzerinde dediğim gibi 63 mektep içerisinde bu şahitler dereceli mektep şahitleri 3. yeri tutmuşlar. Biz göstericidir. Derecede ruhtan düşmek lazım. Gelecekte mesela ne için birinci yeri tutmadı? Ben artık benim beyanım için bununla
layık görmüşler. Bence de objektiflik olsaydı, müəyyən mənfi işler olmasaydı, negatif hallar olmasaydı, həmin komanda şəhərimizdə birinci yerine çıxa bilər. Lakin ikinci yer tam halal zəhmətdən kazanılmış bir. Bu münasibətdə mən həmin şahidləri Fəhri Fərmanla təqdim edəcəm. Bir onların adlarını seçmişəm və fotoğrafı sağlıqlı yadigar olarak onlarla hem de təqdim etdikdən sonra bir də çəkilsəkdir. Yani onların tərəfindən hem yadigar seçkilerin paylaşılması yani məniməlere söz verməmişdim əvvəl. Zaten benim zəhniler bu zəhmete göre hem öz adlarını hem de məktəbin adını daha yükseğine kaldırmalar münasibetiyle bunların hamısını Fəhri Fərmanla dərs verir. Qırıb dağıtma. Əvvəlcə Qalayeva Təranə müəllimə buyursun. Aslanov Emin Sarvanov. Eliyeva Cüneyt Malişkin. İsmailova Nermine Hatırlısı. Şenderova Halide Ramiz kızı. Kafarov Haşim Kafarov. Esenov Vasif Resulov. Hacıyeva Gülü Fəhrettin kızı. Nezirova Fatma Sinan. Bizi unuduruq. Hələ vaxtilə Cəlil Məmmədquluzadə demişdi ki, tarix elə bir fəndir ki, o sənə aç qoy onu qabağa, olanları bir daha gətir gözünün önünə, harada səhv eləmisənsə də onları bir daha eləmə,
və yaxşı işlərindən nəticə çıxar. Bizim də bu yarışımız düzdür, təşkil olunanda bir balaca sözün düzü neçə illərdir tarixdə proqram dəyişikliyi, dərslik dəyişikliyi, tarix fənninə ümumiyyətlə respublika miqyasında bir balaca münasibət dəyişmişdir. Amma son dövrlərdə sizin özünüz hiss edirsiniz ki, tarix millətin xalqın kimliyidir. Tarixi ötürməyən həkimə, mühəndisə, vətəndaş demək çətindir. Birinci növbədə biz öz tariximizi bilməliyik, sonra hansı sənətin sahibi sözsüz ki, onu daha yaxşıdır. Ona görə də son dövrlərdə siz özünüz görürsünüz ki, o yanlış tarixə münasibət və s. Bu münasibətlə keçirilən bu Azərbaycan Dünya Mənim yarışı da çox böyük əhəmiyyət kəsb edən bir yarışdır ki, biz bura gedəndə qarşıya bircə məqsəd qoymuşduq. Biz öz bilik və bacarığımızı sınayaq, səhvlərimizi də görək, nəticə çıxaraq, gələcək əlbəttə ki, işlərimizdə bu bir təcrübə olsun, əlbəttə uğurlarımızı da. Bayram müəllim çox gözəl dedi ki, bizim bu halallıqla əsl mənada doğrudan doğruya öz zəhmətimiz hesabına qazanılan 3-cü yer bizim üçün, mən bilmirəm, niyə, nəsə yəqin yaddan çıxıbdır, sonra olacaqdır, Aqil müəllimin çox böyük rolu oldu. Bu komanda üzvləri ilə 12 nəfər bizim məktəbdə istəsək biz daha çox uşaqdır. Yəni, bu məhdudluq vermişdilər ki, biz ancaq 12 nəfər çıxara bilərik. Bizim güclü uşaqlarımız çoxdur. Mən bunu hara getsəm hiss edirdim. Bəzən görürdüm, elə uşaqlar elə suallara cavab verir. Deyirdim, biz otobak dediyimiz uşaqlar buna cavab verə bilər. Ona görə də mən çox, necə deyim, ürəklə razı qaldıq ki, Bayram müəllimlə birlikdə razı qaldıq ki, bizim məktəbimizdən də belə bir komanda çıxsın və onu da deyim ki, 2 turda suallar və tarixə, hərbi tarixə, mədəniyyət tariximizdə olduğuna Böyük həvəslə ilk dəfəsində gündüz məbində getdi və s. yoldaşlarımla rəhbərlikdə iştirak edən oldu. Bəzi yoldaşlar üçün heç onların imanına da mən istəmirəm deyəm, o məktəb rəhbərlərinin yuyulmamış qaşıq kimi təmənna ilə alınsın yer, iştirak olunsun. Mən özüm də öz zəhmətimlə bugünkü günə nail olmuşam. Heç bir təmənnasız gəlib bu vəziyyət çıxmışam və rayonunda sayılan, seçilən 36 direktordan ikinci bəlkə nəfər təcrübəlisiz mənim. Öz zəhmətimlə. Bu bəzi uşaqların atası, anası aparlar, məktəbə, vəzifəyə, oraya, buraya, çəkil qabağa. Mən sizi həmin edə bilirəm ki, mən tam özüm, öz zəhmətimdən gəlmişəm, nəyə nail olmuşamsa. Və inanmışam. Buna da nail olmuşum. Elə özü incə deyim ki, 63 məktəb içərisində 3-cü yer tutmaq bu balaca iş deyil. Həm bizim müəllimlər üçün, həm də burada eləşir. Bütün şahidlərimizə, bütün komanda üzvlərimizə, bu cürədən də məktəbin bütün müəllimlərimizə təbrik edirəm. Çünki bu qəlbə nəyin şahidləri eyni zamanda bütün məktəbin qəlbə. Doğrudan da mən çox təəssüf edirəm ki, çox da məktəbimizin şahidləri orada gelip iştirak edəcəklər. Orada bizim məktəbə verilən qiymətli, yüksək qiymət onları öz gözlərini həqiqətən də Azərbaycan Dünya Mənim adlı belə bir yarışın keçirilməsi bu həm Azərbaycan tarixinə, həm mədəniyyətinə, eyni zamanda hər tarixdə olan maraqdan irəli gəlir və eyni zamanda burada da bəzi nümayəndələri, xüsusən də baş məktəblər idarəsindən gələn nümayəndə həqiqətən canlı dildən çalışırdı ki, şagirdlərdən neysə bir bəşərpərvərlik tərbiyə olunsun. Çünki bu tədbirin keçirilməsində məqsəd nəinki uşaqları biriyini yoxlamaq, eyni zamanda onların vətənpərvərliyi, vətən mənfəətini qiymətləndirmək, eyni zamanda onlarda dünya görüşünü öyrənmək, həqiqətən buna qiymət verilmək məqsədidir. Çünki 3-cü turun sualları həqiqətən də elə qoymuş ki, bu biraz da fəndən kənara çıxacaq. Uşaqların müasir dövründəki dünya görüşünü öyrənmək məqsədinə, qiymətləndirmək məqsədinə. Ancaq doğrudan da mən oradan böyük bir fəxr durdum. Xəyalanda mən demişkən, məsələn, Aqil müəllim, biz orada nə qədər həyəcan keçirmişik. Heç nə yox, bu həyəcanı təsəvvür edəndə indi də özüm yadıma düşürdü. Doğrudan gözlərim doldu. Ki, uşaqların xətini, uşaqlar necə sevinirlər, uşaqlar necə ürəkdən orada çalışırlar. Hətta jürinin özünün aparıcı, verilişin aparıcı, hərdən bir tonu o vasifə yazı stolu vuranda sönüb baxır ki, eyb yoxdur, olan şeydir. Çünki
qədər təəssüflənir, deyilib suallar var ki, o uşaqlarımız doğrudan da yerdən belə cavab verirlər. Bununla biz fərq edirik, həqiqətən bizim uşaqlarımızın nələr deyirlər, belə bir mötəbər məclisdə iştirak etməsi göstərir ki, yəni biz bundan da yüksək yerlərə layiqik. Hərçənd ki, əvvəl Allah Sözləriniz olsun, 5 dəqiqə. və siz ki, gələcəkdə Allah burada sağlıq olsa, güman edirik ki, belə məclislərdə biz daha indiki kimi soyqanlıq eləməyəcəyik. Hamı birlikdə, müdiriyyətlə birlikdə çox arzu edərdim. Yenə də Seydurcan mənim bəlkə də olsaydı, inandıram sizə bizim üçün ən böyük mənəvi dayaq olardı. Həqiqətən düşünürəm. O həqiqətən orada aparılan göstərilər, orada belə görüldü ki, biz uşaqlara açıq-açıq orada kömək edirlər. Özə hər bir müəllimin özü. Nə qədər orada məsəl üçün belə haqsızlıq oldu, həqiqətən uşaqları çox təsir edir. Uşaqlar özünə gələ bilmədi. Amma hər halda yenə də deyirəm, Qəran Ömər demişəm, bizim o qələbəmiz bizim həqiqi qələbəsidir. Hətta orada jürinin özünün varlığı tarif dedi ki, bizi təbrik edəndə, müəllimə siz narahat olmayın, bu qələbə jürinin yox, 263 nömrəli məktəbin qələbəsidir. Ona görə uşaqlar sizin hamınızı o cümlədən komandanın üzvlərini ürəkdən təbrik edirəm. Onlar 11-in əksəriyyət 11-in sinif şagirdləridir. Onların qarşısında siz ki, belə çətin imtahanlar gözləyir. Gözəl arzuları var, arzu mutlular, bu söz arzularına çatsınlar. Öz məqsədləri Sayın olsun ki, hem her birinize kalsın. Hem de büyük çerçevede teşkil olmuş. Meseleler çektiniz mi? Tartıyı. kifayət.